Salam əziz izləyicilər, hər biriniz kanalıma xoş gəldiniz. Bugün sizlərlə möhtəşəm bir ləzzət hazırlayacağız. Pide. Bir sözlə yeyənlər heyran qalır bu ləzzətə. Pide üçün lazım olan ərzaqlar: yarım stəkan süd, yarım stəkan ilik su, 1 xörək qaşığı quru maya, yarım çay qaşığı duz əlavə edib qarışdırırıq. 2 stəkan yarım unu əlavə edib əlimlə yoğururam. Unu az-az əlavə etmək lazımdır. Üzərinə yarım stəkan da unu əlavə edirəm. Üzərinə yarım stəkan da un əlavə edib yoğrulur. Xəmir biraz yumşaq olduğu üçün üzərinə 1 xörək qaşığı qədər un əlavə edilir. Nəticədə 3 stəkan yarım un əlavə edildi. Unu az-az əlavə etmək lazımdır. Xəmir yumşaq, nə də çox sərt olmalı deyil, orta. Baxın, burada da əlimlə yumşaqlığın necə olmağını göstərirəm. Xəmirin üzərini örtüb 1 saat qədər mayalandırırıq. Tavaya çörək yağı əlavə edib üzərinə 1 ədəd xırda doğranmış soğan əlavə edirik. Soğan rəngini dəyişdikdə üzərinə 1 ədəd kub-kub doğradığımız yaşıl biber əlavə edirik. Yaşıl biberi soğanla qovurduqdan sonra üzərinə 250 qram qiyməni əlavə edirik. Ət yaxşıca bişdikdən sonra üzərinə 1 ədəd qabığı soyulmuş pomidoru kub-kub doğrayıb əlavə edirik. Üzərinə 1 çay qaşığı duz, 1 çay qaşığı qara istiot, 1 xörək qaşığı tomat pastası əlavə edib qarışdırırıq. Yaxşıca qarışdırdıqdan sonra üzərinə yarım stəkan ilik su əlavə edib bamxodda qoyuruq ki, qəşəngcə həll olsun və qazın üzərindən götürürük 2 dəqiqədən sonra. Xəmir qəşəngcə mayalanıb, xəmir 3 hissəyə bölünür. Kündələrin biri isə 180 qramdan götürülür. Əgər ki, tərəziniz yoxdursa, göz qərarı da edə bilərsiniz. Kündələri dinləndirmədən 1 ədədini götürüb uzunsov formada yayırıq. Baxın, burada da göstərirəm necə yayırıq. Yaydığımız kündənin kənarlarına mozzarella pendiri əlavə edirik. Hər birisinə eyni qaydada əlavə etmək lazımdır. Pendiri əlavə etdikdən sonra xəmirin kənarlarını bükürük. Eyni qaydada bükürük ki, formanı alaq. Xəmiri bükdükcə əlimizlə onun kənarlarını bərk şəkildə sıxırıq ki, bişərkən açılmasın. Eyni qaydada. Burada da yine 1 ədəd kündəni götürüb yayırıq, forma veririk eyni qaydada.
Pidələri listə yerləşdirib hazırladığımız isliyi əlavə edirik. Pidələrə 2 xörək qaşığı islik əlavə edilir. İsliyi əlavə etdikdən sonra üzərinə mozzarella pendirini əlavə edirik. Pidənin üzəri üçün 1 ədəd yumurta sarısı, 1 xörək qaşığı da süd əlavə edib kənarlarına çəkirik. ...220 dərəcəlik sobada 20-25 dəqiqə qədər pişirilir. Sobadan çıxan pidələrin kənarına çörək yağı ilə yağlayırıq ki, yumuşaq olsun. Pidələrin kənarlarını yağladıqdan sonra 5 dəqiqə qədər gözlədib və nuş edirik. Bir sözlə möhtəşəm. Bu pidələrə heyran qalacaqsınız. Burada da necə yumuşaq olduqlarını sizə göstərirəm. Kənarları bərk deyil, yumuşaqdır. Sizi məst edəcək də özünə. Qeyd edim ki, pidələrin sayını artırmaq olar. Ərzaqları miqdarını artırmaqla 3 ədəd deyil 6 ədəd pidədə əlavə etmək olar və yaxud da sayını azaltmaq olar miqdarlarını. Burada da pidəni kəsib sizlərlə bölüşürəm. Görün necə də gözəldir. Dəyərli izləyicilərim, kanala abunə olub, like edib, fikirlərinizi şərh bölməsində bildirməyi unutmayın. Yeni reseptlərdə görüşənədək özünüzə yaxşı baxın. Hələlik.